Gəlin nömrə ilə bağlı, bu dəqiqə mən telefon nömrəsindən danışıram. 2 lazımı olan cümlə öyrənək. Запиши мой номер, mənim nömrəmi yaz. Позвони на этот номер, bu nömrəyə zəng elə. Bax, gördüyünüz kimi çox sadə bir cümlələrdir və bu cümlələr mənim danışıq kitabımda var. Yəni bu 3000-dən artıq cümlələrdən sadəcə 2 cümləni yazdım. Ki, nümunə olaraq görəsiniz ki, çətin bir şey yoxdur, gözünüzü qorxutmayasınız. Yəni bu o deməkdir ki, sən də müəllimsiz, kurssuz, rahat, gündəlik sənə lazım olan cümlələr öyrənərək rus dilində danışa bilərsən. Harda olursan ol. Məktəbdə, aşağıda məsələn kimləsə tanış olanda, dırnaq ustasına gedirsən, həkimə gedirsən və s. və ilaxır. Harda olursan o, hər yerdə rahat dialoq qura biləcəksən. O kitabın sayəsində sərbəst rus dilini sən də öyrənə biləcəksən. Bunun üçün ilk öncə aşağıdakı məlumatı oxu, ikincisi də yaz və başla. Bu günə kimi, bu gün sabah deyə özünü çox aldatmısan. Artıq hərəkətə keçməyin vaxtıdır.